Hər birinizi salamlayıram dəyərli 5-cilər. Bugün Azərbaycan dili fənnindən mövzumuz ümumi və xüsusi isimlər mövzusu olacaq. Dərsimizin planı göstərilən qaydada qurulmuşdur. Ümumi isimlər və xüsusi isimlər. Əziz şagirdlər, eyni tipli varlıqların adını bildirən sözlərə ümumi isimlər deyilir. Məsələn, dağ, heyvan, ölkə, insan, dəniz və s. Hər hansı bir varlığı digərlərindən fərqləndirmək üçün istifadə olunan adlara isə xüsusi isimlər deyilir. Məsələn, Bazardüzü bir dağdır. Dağ dedikdə biz bütün zirvələrin ümumi adını, Bazardüzü dedikdə isə konkret olaraq xüsusi bir dağdan bəhs edirik. Və ya Məstan pişik adıdır. Biz pişik dedikdə eyni bir cinsdən olan ümumi bir varlığı, ümumi bir heyvan anlayışını nəzərdə tuturuq. Məstan dedikdə isə konkret olaraq xüsusi bir isimdən danışırıq. Azərbaycan, Anar, Filippin sözləri də xüsusi isimlər sırasına daxildir. Əziz şagirdlər, xüsusi isimləri biz 4 qrupda birləşdirə bilərik. Şəxslərin ad və soyadları, eləcə də təxəllüs və ləqəblər. Məsələn, Üzeyir Hacıbəyli, Qaçaq Nəbi, Köroğlu, Arif Quliyev və s. Digər qismdə biz coğrafi və astronomik adları qeyd edə bilərik. Məsələn, Şuşa, Bakı, Günəş, Mars, Laçın. Astronomik adlar dedikdə səma cisimləri ilə bağlı olan adlar nəzərdə tutulur. Digər qrupu biz qəzet və jurnallara, müxtəlif əsərlərə, gəmilərə, kafelərə, restoranlara və s. verilən adları deyə bilərik. Məsələn, Azadlıq, Ayna, Kaspi qəzet və ya jurnal adlarıdır. Səfillər, Don Kixot isə əsər adlarıdır. Əziz şagirdlər, heyvanlara verilən xüsusi adlar da xüsusi isimlərə daxildir. Məsələn, Qırat, Məstan, Toplan, Alabaş, Dürat və s.